Ənənə, mədəniyyət və dil. Bütün bunlar cəmiyyətin özünü dərkini formalaşdırır. Ətrafındakı dünyanı tanımasına, öz milli mənsubluq hissini yaratmasına kömək edir. Hər nəsil bu biliyi qoruyub saxlayaraq, sonraki nəslə ötürməkdə mühüm rol oynayır. Azərbaycanın və Cənubi Rusiyanın Dağlıq Qafqaz bölgəsində bir sırası azsaylı xalqlar öz ənənələrini, unikal dillərini qoruyub saxlamağa çalışırlar. Ancaq qlobal müasir dünyada bu iş getdikcə çətinləşir. Bu qısa film sizə Azərbaycanın azsaylı xalqlarından birinin özlərini Yıxbi adlandıran Zaxurların mədəniyyəti ilə tanış edəcəkdir. Hal-hazırda Zaxurlar qlobal müasir gələcək və yerli ənənəvi keçmiş arasında yol ayrıcında dayanmışlar. Lakin onların həyatı əzəldən bağlı olduqları torpaqdan asılı olmuşdur. Yıxbi xalqı qoyun və keçi sürülərini saxlamaq üçün 100 illiklər boyunca Qafqazın yüksək dağlıq yerlərindəki münbit yaylaqlara bağlı qalmışlar. Heyvandarlıq xalqın yaşayışı üçün əsas idi. Yay vaxtı yaylaqlarda işləyən sürü sahibləri və muzlu işçiləri qoyunlardan hər gün yüksək qidalı süd götürürlər. Qoyun inəkdən daha az süd verir və qoyunu sağmaq daha çətindir. Lakin çobanlar öz işlərində yaratdıqları xüsusi ritm ilə hər gün inanılmaz qədər çox süd əldə edirlər. Süd sadə bir tənzifdən süzülüb böyük çəlləyə yığılır. Burada təbii maya ilə reaksiyaya girir və nəticədə bütün bölgədə çox qiymətli məhsul və sevimli yemək olan pendir əmələ gəlir. Kişilər bütün yayı öz kəndlərindən, şəhərlərindən uzaqda, açıq təbiətdə keçirirlər. Gecə-gündüz sürülərinə baxırlar. Onları canavarlardan, aylardan qoruyurlar. Onlar öz qoyunlarını tanıya bilirlər və heyvanları ilə ünsiyyət qurmaq üçün
müxtəlif səslərdən və jestlərdən istifadə edirlər. Bu heyvanlar zaxurlar üçün təkcə südləri ilə deyil, bazarda yaxşı qiymətə satılan ətləri ilə də önəmlidir. Yaylaqlarda zəhmət çəkən çobanların özləri də bu mühüm protein mənbəyinə ehtiyac duyurlar. Kəsilmiş qoyundan təkcə ət deyil, digər faydalı şeylər də əldə olunur. Ayın litodu. Hem de çobana han şey yapıp kalabakan bu. Yapıyor o şey yapıp kalabakan şey yap. Ayın litodu. Jogan gibi han şey kalabakan. Kap çolu yapıp kaç sürünü kalabakan. Kanı kalabakan. Ayın hep de güney bakar bu ancakasında balkon kalıyor hakka. Suveka. Ey bu güney bu. Ayda tanka. Anca nisse sağa, nisse magajni, erhane benetni hanki kasa. Sette boçke kasa amu kirik evan kasat kumega hanki kasa. Kan galiba tane. Benet it alam bu. Yona anca galiba tane sarguli ha ana it alam de ay kandiş. İnce kiyel balkan kalı jakkamen. Kojune kaço jakkam bu. Quzuları bir neçə saatlıq analarının yanına buraxırlar. Sonra ayırırlar. Ertəsi gün sağılma vaxtına dək ayrı saxlayırlar. Ondan sonra hər şey təkrarlanır. Yığ bir qadınları bacarıqlı əlləri ilə qoyun yununu darıyır və əyirirlər. Müxtəlif parlaq rənglərdə boyanan iplərdən praktik və gözəl əşyalar toxunur və ya hörülür. Məsələn, bu yun corablar və ev üçün hər ölçüdə palazlar.
Atlar Qafqaz dağlarının əyri-üyrü yollarından keçmək üçün əsrlər boyunca ən yaxşı vasitə olmuşdur. Qida məhsullarını kənddən kəndə daşımaqda önəmli rol oynayan atlar, azuqənin yüksək yaylaqlarda işləyən çobanlara daşınması məqsədilə hələ də istifadə edilməkdədir. Atlar həmçinin Yıxbı xalqının başqa həyat sahələrində önəmli rol oynayır. At yarışı çox sevilən əyləncə növüdür və keçmişdə atlar xüsusilə bu məqsəd üçün yetişdirilirdi. Kənddə keçirilən at yarışları heç də mərc oyunu deyildir. Sadəcə olaraq bir əyləncə və dostcasına yarışdır. Zaxurlar həmişə torpağa yaxın yaşamışlar və onların həyatlarının ritmi mövsümlərə görə dəyişir. Azərbaycanın Münbit şimali bölgəsində həm insan, həm də heyvan üçün il boyu kifayət edəcək qədər bol ərzaq və taxıl yetişdirilir. Yıxbı xalqının sevimli bir ərzaq məhsulu ənənəvi təndirdə bişirilmiş təzə çörəkdir. Ev sahibəsi təndirdən çıxardığı çörəyə öpüş və əl hərəkəti ilə xeyir-dua verir. Bir çox zahur ailələri hələ də əsrlər boyunca istifadə etdikləri eyni üsullarla ərzaq hazırlayırlar. Kərə yağını nehrə də istehsal etməyə üstünlük verirlər.
Yığbi başqa yerlərdə istehsal olunmuş çoxlu əşyalardan istifadə edirlər. Çünki yerli dükanlar ucuz xarici mallarla doludur. Lakin bəzi yerli sənətkarlar hələ də yerli materiallardan və ənənəvi üsullardan istifadə edərək keçmiş əsrlərdə olduğu kimi indi də faydalı əşyalar düzəldirlər. Bu adam oduncaqdan böyük çömçə düzəldir. Yığbi xalqı min illiklər boyunca işğala məruz qalmışdır. Müxtəlif dinlər bir-birini əvəz etmişlər. Ancaq Yığbi həmişə dərin mənəviyyata malik bir xalq olmuşdur. Bizim eranın 4-cü əsrində Qafqaz Albaniyası dövründə bu bölgəyə xristianlıq yayılmışdır. Hal-hazırda Azərbaycanın şimal-qərbində bu dövrə aid olan bir çox kilsə qalıqları mövcuddur. Qum kəndində yerləşən 5-ci əsrə aid olan bu bazilika belə kilsələrdən biridir. Yeddi kilsə adı ilə məşhur olan və bugün Ləkit kəndində yerləşən bu monastır kompleksi 5-ci, 6-cı əsrlərdə inşa edilmişdir. Səkkizinci əsrdə ərəblər bu bölgəyə İslam dinini yaymışlar. Xalq İslamı qəbul etdikcə tədricən kilsələri əvəz edən məscidlər burada indiyə kimi inşa edilməkdədir. Sovet İttifaqı dağılandan sonra inşa edilmiş müasir məscid bu qədim kilsənin yanında ucalmışdır. Min ildən çoxdur ki, Yığbi İslam dinini qəbul etmişlər. Lakin onlar öz milli və mənəvi köklərini saxlamaqdadır. Ehtiram edilən müqəddəs adamların məzarları Allahdan xeyir dua, yardım və şəfa diləyənlər üçün ziyarətgaha çevrilmişdir. Arzularını Allahdan diləmək üçün rəmzi olaraq parça zolaqlarını bağlayırlar. Uşağı olmayan qadınlar meşədəki ağaclardan belə kiçik beşikləri asırlar. Gənc gəlinlər buraya Allahdan övlad istəməyə gəlirlər. Ruhi xəstələr və cinlərdən əziyyət çəkən ziyarətçilər burada yuxuya gedib rahatlıq tapa bilirlər. Müqəddəs yerə daxil olmazdan əvvəl ziyarətçilər ayaqqabılarını çıxarır və dua edirlər. Daxil olduqdan sonra məzarın ətrafını dolanırlar. Ziyarətgahın mücaviri müqəddəs su yaxud daş ilə xeyir dua verir və Qur'andan dua oxuyur. Zaxurlar öz torpağına, millətinə, sevgisini ifadə etmək üçün musiqidən istifadə edirlər. Nağara tapmayanda çalmaq həvəsinə düşən adamı heç nə saxlaya bilməz. Vedrədən də istifadə etmək olar. Toylarda və başqa mərasimlərdə bəzən milli geyimli qızlar musiqiçilərin müşayiəti ilə rəqs edirlər. Bu qızlar mədəniyyət mərkəzində məşq edirlər. Lakin
belə rəqs məşqləri getdikcə azalır. Çoxları artıq milli sənət formalarını unudurlar və gələcək nəslə ötürmürlər. Ənənəvi yığ musiqi ansamblı 2 zurnaçı və 2 nağaraçıdan ibarətdir. Bu, Zaxır musiqiçilər qrupu Dağıstanda yaşayır və müxtəlif tədbirlərdə iştirak edirlər. Yığ bir xalqı hekayəyə, şeirə və folklorun digər növlərinə qarşı məhəbbət bəsləyir. Hekayə söyləyən hər adamın üslubu bir az fərqli olur və hər kəs dinləyicilərin reaksiyasına görə avazı və intonasiyasını dəyişir. Bu adam Osman Rəhimov ayıya rast gəldiyi zaman başına gələn maraqlı əhvalatla auditoriyasını əyləndirir. Qızımızda qadır bikinen bala bu. Çinut ulep bu. Xane bikine hiç aygaran par. Ama hiç aygaran ulep bu maçka. Zahiner ilakı tamaşa o. Ahır bala bana söz kanak icazet işte. Sözünüzü okunatsa. Cuna as ne kana ikesi. Tabala ana masa yiyor. Vaa aşramanı yivel kalkaçı. Yivel kalkaçı mega ona ağzıma açılka. Mişa, bana yine kaçak elakkan zıtabala ne arıyor? Bəzi dilçilərin fikrincə, Zaxur dilinin qorunması üçün tədbir görülməsə, bu dil bir neçə 10 illikdən sonra yox ola bilər. Zaxur dili tədqiqatçısı Şərif Şamxalovun fikrincə, son 10 illiklərdə bu dil tədricən assimilyasiyaya olunur. Xeyra işte xizan dek müəllim ıxay ki Ağdam Kalil yaşamışa uxa, dek ma işlemişka, maçla xeyqab şıqabın şahare ve zı təhsil şahare xeyqat Bakuy alatu. Qadaqkan acat zı za sualni giyiki ki ne a zaklı medan mizar atsa ama izda deatsa. Həmərhət izin maraq yıxsımız qadı ve zı fəxra ki zı yıqi vorna yıxsımka məşğula ki yıxsımın Darseyi ıkkanan ki uşağa aşıp mana iş devam heyeci. Zaxur dilində yazılmış ədəbiyyat az olsa da, dilin özü zəngin və ifadəlidir. Qafqazdakı başqa dillərdə olduğu kimi, bu dilin qrammatikası zəngindir və hallar sistemi mürəkkəbdir. Sözlərin çoxlu müxtəlif formaları vardır. Spa kumkume, kumkumençe, kumkumeka. Sipa, kumkumulka, kumkumul, kumkumule. Kumkumuska, kumkumusne, kumkumusse. Sipa, kumkumuk, kumkumuke. Təkcə isimlərin deyil, feillərin də çoxlu dəyişən formaları var. Məsələn, olmaq feilini götürək. Kalma eyşe, eyşena, eyşeni, eyşenani, eyşeyi, eyşefe,
Eyşenahi, eyşena oxur, eyşenqa, eyşeletti, eyşemega, eyşecar, eyşevu, eyşevor, ıxa, ıxani, ıxayni, ıxani, ıxanani, ıxayi, ıxaxe, ıxaşi, ıxanaşini, ıxa oxur, ıxaynqa, ıxaletti, ıxame, ıxamega, ıxaykan, ıxavu, ıxavor, ıxara, ıxay, ıxayle, ıxaykan, ıxayke, ıxayka, ıxayqa, ıxayna, ıxayni, ıxays, işes, işesvu, işesse, işesta, işesti, işestani, işesni, işesşe, işessi, işeskan, işestanqa, işeskanni, işes oxur, işesme, işesmega, işescar, işesfor. Zaxur rəssamı Əhməd Davudov rəssamlığı ilə öz xalqına və torpağına məhəbbətini ifadə edir. Əhməd müəllim öz irsi ilə fəxr etdiyinə görə Zaxur dili və mədəniyyətini övladlarına ötürməyə qarşısına məqsəd qoymuşdur. Şərif Şamxalov Əhməd Davudovla birgə bir sıra layihələrdə iştirak etmişdir. Əhməd Davudovun rəsmləri Şərif müəllimin yazdığı Zaxur dili və mədəniyyətinə həsr olunmuş nəşrləri bəziyir. Şərif müəllim Əhməd müəllimdən ana dilinin əhəmiyyəti barədə nə düşündüyünü soruşur. Biz نمنت میزدشی من خالقت دشم میز این خبر نابیده ماش خور ماشی هواجنا پواجستاب یا بسادی اشتخا یوقل پاکلینیودن نسل تا خنا شیش خنا است دخان خنا من شی هواجستن الغاستن اینو من ایزدمی گرین کرل عزیز بونه Sayıc sual odun. Bax, işte aralca babam insanlar ki, eyhem bana yıksımına biz nişsin. Mançil katkıydeş, üniversitet bir şey. Ne bileyim, mançka akanaka as bu iki deşmanimiz. Ama inşallah bana biz lezimba deş. Mahalli insanlar şu suyucu cevap keliye. Zaman insanlar şu sehbub. Hedden sevut kıkı. Çünkü bana biz bu ben vaxt alğınar orna. Bana biz deş ki, onlar deşta. Onlar deşta. Biz tarix odur, biz abidə olmuna. Biz bu men vaxtlar niməyə komedin qarıb şeydir. Biz də ki vaxt tutduşun. Bəzi ailələr dilin qorunub saxlanılması üçün əlindən gələni edirlər. Amma ana dilində danışmayan ailələr də yaşayanlar bu biliyi gələcək nəsillərə ötürməkdə çətinlik çəkirlər. Zaxur irsinin qorunması naminə çox səy göstərən Ləkitli müəllim Vaqif Aydınov da bu çətinliyi etiraf edir. Onun öz evladları belə bu dildə danışmırlar. Znat eyheyki, yezdi duxaqlet, yişeklet, gırınglet, manşqa yıqiv xayqa ursaşı eyana garditsa. İştimiz elde zakle büyük babasa desin ki var. Fəxr asıqdan ki, zıqi varna Cep payızda biz xəbru kes qone bizim mədəniyyət həmət merin qukli haqaski mədəniyyətsizliği var mədəniyyət qırğını işanasın borcudur. Qıcı hama xarici bir şey abı manşqa marasla mı şey bakayım ama yıqı manad biz devxi mesela yizdi duxaysıd zasıd ayıb odun. Zahmet ecin bana xəbru kecin agar merinmişiz xəbru keke şasıf xəbru istir. Vaqif müəllimin həyat yoldaşı Bəsti xanım da uşaqları kimi Zaxur dilində danışmır. Mənim ailəmdə baş verən, elə bil ki, anam Azərbaycanlı olub, atam Zaxur olubdur.
və bu dil danışılmıyor. Ona görə də biz bilməmişik. Bax, elə bil ki, bu eynən təkrar olunur bizim ailədə. Mən bilməmişəm, amma yoldaşım Vaqif müəllim Caxurdur, çox yaxşı da dili bilir. Amma mənim bilmədiyimə görə bu dil danışılmadı. Danışılmadığına görə də uşaqlarımız bu dili öyrənə bilmədilər. Amma biz buna çox təəssüf eləyirik ki, uşaqlarımız bu dili bilmir. Yaxşı başa düşür, danışmağa çalışır. Mən inanıram ki, o öyrənəcək Caxur dilini və öz uşaqları ilə Caxur dilində danışacaq. Və məktəbdə də bu dildə əgər dərslər keçilsə, uşaqlar üçün daha asan olacaqdır. Və eşitdiyimizə görə yaxın vaxtlarda bu dövlətimiz bu işlə məşğuldur. Yaxın vaxtlarda bu dil məktəbimizdə keçiriləcəkdir. Dilin və mədəniyyətin yox olmasının səbəblərindən biri öz doğma kəndlərini tərk edib şəhərlərə köçən əhalinin getdikcə artan sayıdır. این خواره قرات آخانگه ایشون یک بشن سجگه یشم شاوخای ایهیدش مانکت یک بشن مدنیات یک بشته میز گیدی قالنا آوگاله İnsanlara sacgı yeşim şokan adetana medeniyet vacas eyken ama ini hep xıbar qarağa anqı çaq inşaar bir şey immi proqramı. Haydi hay bir şey öge yaşayışıka. İnşa uftanın isteyen arxitektura vodot. İtumda mahkamu dot alı. Ama gırda suvan materialab qabına laqob. İni xavqat vaşla hatta sen eyki. Ama in kaybı nihat karat ahvanğı xvar karat ahvanğı izin git götkan. Sakleyin azakayla qiğa zammışıf kuraşmış ekenaki ne insanlar şus Allah'a ine hep muhtanla tabiat ovu ama insanlar şeyin cigabı halı çak inşaar bir şey aki gidip şah joyup dili qalanma. Böyük və orta şəhərlərdə nəsillər arası qarşılıqlı münasibətlər daha azdır. Həyat ritminin sürəti də fərqlidir. Yerli adət-ənənələr əhəmiyyətini itirir və qlobal təsirlərin qüvvəsi artır.
Yerli dilin dövlət dili ilə yanaşı yaşaması üçün bircə çarə bu dildə yazılı ədəbiyyatın yaranması və öyrənilməsidir. Hal-hazırda məktəblərdə belə ədəbiyyat demək olar ki, yoxdur. Zaxurların sevimli şairi Xan Almaz həyatının böyük hissəsini belə ədəbiyyatı yaratmağa həsr etmişdir. Xan Almaz çap edə bilmir. Uzun illər ərzində yazdığı çoxlu şeir və hekayələr əlyazma şəklində qalmışdır. Şair əlyazma dəftərlərini köhnə bir çamadanda saxlayır. Heinz Achnimizin yaratıcılık arxivodun. İzde ömür boyu zumal otkunin. Zaka her janrıka demeli teatr, şiir bu, hikaye bu. Her gün yaratıcılık vardır. Hayızı sale eser, suvantet, devgül eser obla. Maşle kıyga. Hayın şeyizin hatta koşma bu odun bu. Bayatı bu odun bu. Me'li bu odun bu. Maşle kıyga. İnat deşin kardeşin. Mensur şiir bu odun bu. Maşle kıyga. İnat deşin kardeşin. Cemiyet hakkı pul kazanmış ha. Hayb ala, imaret ala. Zümi, dur. Kapik dene, pul dene. Laf mısra dur halde edebiyat olur. Kendime halka deşme. Zahtışman olur. İşte millet zor. Şərif müəllim Zaxurların Kiril qrafikasına əsaslanan köhnə əlifbasının təkmilləşdirilməsi üçün səy göstərir. Onun arzusu Azərbaycanda yaşayan Zaxurlar üçün tanış olan Latin qrafikası əsasında bir əlifba yaratmaqdır. Alo. Salam aleykum, salam aleykum. Nə yapsın Nusrat müəllim? Canına sağ valla nə yapın? Yuh bayken. İlek ki, Reykaşı Xan Almaz'ni xaat, açan demem on xavni axay. Yıqsımni əlifbayın, tezə Latinli əlifbayın, müzakirə haas. Fıkır, WhatsApp yazıqkan yığına, hani əlifbayın həqqi. Zavasqa qaxuvuni mançın yazı. Ama inşallah aki xaişan ayrı. Ayrıstani? Yaxşı, geduda, qozetan. Sağ ol, sağ ol. Əlifba yaratmaq üçün istər-istəməz müəyyən güzəştlərə getmək lazım olur. Buna görə Şərif müəllim başqaları ilə məsləhətləşmək və onların fikirlərini nəzərə almaq üçün görüşlər təşkil edir. Sabımı ilaka yıqsımnimizin Latinli grafikayka otkunin əlifba müzakirə haas. Sabara əlifba budunmu müxtəlif grafikabışka otkunin, Kirilka otkunin vodun, Latini Kirilin alikkiyin vodun. Ama qeynini devril Azərbaycanın Rusli namiz qılba işləmiş o ki vuxay ki. Şu başburu okan mı ki Azərbaycanın Çini mizek uyğunlaşmışa uni. Ama inşallah şasana xeyvcuna yoxsa yoxublə hərf. Yoxsa yoxublə hərf xeyvcuna. Keptələ qoblə bununla Azərbaycanı mizek. Şas ağana yutuqab yişdə spesifik işarabı boğaz edən. Əlifba üçün yeni işarələrin təklif edilməsi bir sıra problemlər doğurur. İşarənin kompüter klaviaturasına tapılması, asan oxunması, digər işarələrə bəzədilməməsi və qarışdırılmaması. Buna görə əlifbanı sınaqdan keçirib istifadəçilərin rəyini əldə etmək son dərəcə mühümdür. Aynı dodun işare harfdir. Yani ızaşına. Şərif müəllim ana dilini gənc nəsillərə öyrətməyə çalışır və eyni zamanda tez-tez gələcək barədə düşünür. Öz ana dilində danışmayan gənc Zaxur Turan Aydınovdan bu haqda nə düşündüyünü soruşur. Sizin fikrinizcə 20 ildən sonra Zaxur mədəniyyəti, Zaxur dili qalacaq yoxsa assimilyasiya uğrayacaq? Sizin fikriniz nədir? Məncə Zaxur mədəniyyəti indiyə qədər assimilyasiya olmayıbsa Sovet dövründə. İndən sonra da çoxlu maraq var xaricilərdə, eləcə də bizdə.
və o daha da inkişaf edəcək, eləcə saflaşaraq digər mədəniyyətlərlə əlaqədə bu mədəniyyət də inkişaf edəcək. Bax, deyərdim ki, qanı sahur qanıdır deyək ki. Amma dilləri bilməyən gənclərə siz nə məsləhət görərdiniz ki, bu dildə danışsınlar? Məncə bu dildə danışmaq vacibdir, amma o qədər də yəni bunu bilməmək elə də mən bilən ayıb deyil. Əsas məsələ odur ki, birinci növbədə hər bir Caxur olmağı ilə fəxrləsin və öz biliyini inkişaf elətdirsin, Caxur mədəniyyətini öyrənsin. Dil də yəqin ki, ondan sonra onda maraq olacaq, yaranacaq, inkişaf edəcək. Yəni Nəhayət, dili və mədəniyyəti qoruyub saxlamaq bütün cəmiyyətin məsuliyyətidir. Yaşlı və orta nəsillər gənc nəsillə baş-başa çalışmalı olduqlarını anlayırlar. Dövlət də mədəni müəssisələrin, məktəblərin dəstəklənməsində mühüm rol oynaya bilər. Amma Caxurların mədəni irsini gələcək nəsillərə çatdırmaq bu irsin sahibi olan özlərinə qalır. Bu bilik yalnız ailə üzvləri ilə icma arasındakı əlaqələrlə saxlana bilər. Əks halda o asanlıqla yox olar və çətin ki, bərpa edilsin. Yığ-bir xalqı öz zəngin və mürəkkəb dilini canlı şəkildə qoruyub saxlaya biləcəklərmi? Öz tarixlərinə, sənətlərinə, yeməklərinə, adət və ənənələrinə dair dəyərli biliyi uğurla ötürə biləcəklərmi? Yoxsa çoxlarının proqnozuna görə öz varlığını itirəcəklər? Yalnız bunu əminliklə deyə bilərik ki, yığ-bir gələcəyə doğru irəliləyəcək və əsrlər boyunca bu dünyada öz yerini tapdıqları kimi gələcəkdə də öz yerini qoruyacaqlar.